Aha da gördüğünüz kimi dediğim elə en sonki videoda dediğim kimi buradaki bu şaft dəmir qırıldı da var opşiləşdirəcək də. Aha. Bu da ikinci velosiped. Elə bunun qabaq təkəri yoxdur çünki bunun qabaq təkəri bu velosipeddədir. İndi bunun arxa təkərdir. Bunu məzələnmə bilmirdilər bunun arxa təkər olduğunu pay içinə. Amma bunu indi çıxardacaq bu bir tərəfini də karabka səsini bunu ayıracaq. Bu velosipedi aparacaq. Hələ ki velosipedi nədir? Bir velosipeddə nədir? Bir velosipeddəki bütün problemləri bundan çözəcəyik. Əlimdən gəldiyi qədər bütün varsaları bir velosipeddə yığacam. Görüm aparana kimi aparacaq, ona kimi mən hələ nədir hələ bir sürpriz alacam. Bir sürpriz var. O nədir? Ona hələ ki nədir? Onu alacam. Ondan sonra bəlkə velosiped planlaşdıram. Hadi burada da bizim Pamuk var. Pamuk da bizə kömək edir. Pamuk oradan 16'lar açalı ver bir dəqiqə bunu da açaq. Hələ ki video belədir. Görə indi hələ mən bunu çıxardıram. Taxa biləcəmmi? Taxa bilsəm görüm sürüşdə nə tər bir performans verəcək. Yəni onu bilmirəm. Onu bilirəm ki bu velosipeddə onu bilirəm ki arxada qabaq sport nəşi, qabaq normal asfalt təkəri idi. Elə bunda da eynidir. Amma bundakı təzədir. Bundakı təzə idi. İndi mal kimi partladı. Qabaqdakı elə bununkidir. İndi buna yığacaq da görə axır nə olacaq. Bax nə yapırsan? Düzəldirsən onu. Görürsən pişik bir velosiped xassəsidir də artıq. Nə deyim? Neyse bu videoya da like atmayı unutmayın. Görə hələ bir mən bunu çıxartam, taxa biləcəm indi. Görək də.